Mən Əlbəndov Ələmdar Aslanoğlu, Azərbaycan Texnologiya Universitetinin Kimya və Metallurgiya Mühəndisliyi kafedrasının professoru vəzifəsində çalışıram. 1940-cı ilin yanvar ayının 8-də Kəlbəcər rayonunun Zar kəndində anadan olmuşam. Zar kəndi Kəlbəcərdən təxminən 15 kilometr aralıqda isti su istiqamətində prizmatik qayalar üzərində dayanan böyük bir düzənlikdə yerləşir. Bu tipli qayalar dünyanın bir çox yerlərində var və bu demək olar ki, turistlərin ziyarət mərkəzlərində çevrilmiş təbiət hadisələridir. Bizim kənd 2100 metr dəniz səviyyəsindən hündür bir kənddir. Qışı çox soyuq, şaxtalı, yayı isə cənnət nəkər olan bir yerdir. Mən 1940-cı ildə anadan olduğum ilə nəzər saldıqda, demək o dövrdə kənd cəmaatının vəziyyəti olduqca ağır idi. İqtisadi durumu çox çətin idi. Və cəmaatın əksəriyyətinin, yaşın bəzi, orta əksəriyyəti savadsız idi. Yəni, savad almaq imkanları olmamışdı. Məsələn, biz ailədə 5 nəfər olmuşuq. Atam, anam, demək, qardaşım, 3 bacım. Bunlardan böyük bacımla qardaşımın müəyyən savadı olub. Atamın, anamın, o cümlədən 2 bacım, demək, savadı olmayıbdır. Və bununla müvafiq də eyni zamanda kənd cəmaatının əksəriyyəti bu vəziyyətdə idi. O vaxt deməli, Zarda 7 illik məktəb vardı. Mən bu məktəbin 1-ci sinifinə daxil olmuşam. 1-ci sinifdən 4-cü sinifə oxuduqdan sonra valideynlərim qərara gəlib ki, mən təhsilimi Kəlbəcər Orta Məktəbində davam etdirim. Mən 1958-də bu Kəlbəcər Orta Məktəbini qızıl medal qiymətləri ilə qurtarmışam. Oxuduğum dövrdə şagirdlər arasında məni fərqləndirən əsas xüsusiyyətlərdən biri mən riyaziyyatdan çətin məsələləri həll eləmək qabiliyyətim olmadı. Yəni, ən çətin məsələlər harada olanda deyirlər ki, bunu aparın Ələmdar həll eləyəcək. Bu məsələləri həll eləməsi, riyaziyyatı yaxşı bilməyəm, fizikadan, həndəsədən, kimyadan məsələləri də asanlıqla həll eləyirdi. Və məni bu şagirdlər içərisində xüsusi fərqləndirirdi. Mən məktəbi qurtardıqdan sonra 1958-ci ildə 3 nəfər, mən digərində adı Ələmdar idi, o birisinin adı Vaqifdir, üçümüz bir-birimizə qoşulub, deməli, Bakıya yola düşdük. Mən Yevraqda ilk dəfə qatarı görürdüm. Çünki Kəlbəcər 1940-cı ildə Kəlbəcərə maşın yolu yox idi. Ən yaxın rayon Tərtər rayondur. Bu yölə gedib gəlmək də ancaq piyada və ulaq vasitəsilə baş verirdi. Çox bir çətinlik var idi. Biz Bakıya gedəndən sonra dəqiq elmlər sahəsində hala versəydim, bu bilik sistemi məni o universitetə qəbul etdirə bilərdi. Mən özümə belə arxayın idim. Ancaq orta məktəbdə mənə kimya müəllimi, Aslan müəllim adlı bir kimya müəllimi deyildi. Çox savadlı müəllimidir, böyük vətən müharibəsinin iştirakçısı olmuşdu. Bu kimya dərsini, kimyanın mahiyyətini, kimyanın xalq təsərrüfatında, sənayedə əhəmiyyəti haqqında onun söhbətləri mənim yadıma gələndə, onun deməli, o dediklərini rəhbər tutaraq qərara gəldim ki, mən kimya üzrə işimi verəcəm. Və bununla əlaqədərək mən işimi, o vaxt belə adlanırdı, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Kimya-Biologiya fakültəsinə verdim. Mən konkursla, böyük müsabiqə ilə həmin instituta daxil oldum. Daxil oldum, 1-ci kursdan əlaçı oxudum. 2-ci kurs gələndə, analitik kimya dərsini keçəndə, Veriza, Allah verdi, Verizada mənə dərs deyildi. O böyük bir alim idi. Çox məsələ həllini xoşlayan bir insan idi. Mənim məsələləri yaxşı həll eləməyim, ondan sonra cavablarımın düzgün, qiymətlərimin 5 almasını nəzərə alıb, bu məni elmi işə dəvət elədi. Və beləlik 2-ci kursdan etibarən mən ta qutarana girdim, orada elmi işlə mənlə bir tələbə yoldaşım Əlizada Talihlə biz elmi işlər aparmağa başladıq. Və bu elmi işin nəticəsi olaraq mən oxuduğum dövrdə Azərbaycan Kimya jurnalında məqalə verdim və bu məqalə dərc oldu. Bu şəkili burada olan böyük alimiz rəhmətə gedibdi, Allah rəhmət eləsin. Allah verdi, Verdizadə, hansı ki, məni elmişə cəlb eləyib
o məsələlərin həllində mən necə deyələ bir istedadlı tələbə kimi tanıdığına görə o Lenin təqaüdünün alınmasında, mənə verilməsində böyük bunun xidmətləri olur. Bax, bu kitabı Verdizadənin qızı Nailə Verdizadə yazır. Nailə Verdizadə kimya elmləri doktoru, professordur. O, bu kitabı 85 illiyinə, atasının 85 illiyinə həsr edibdir. Allah verdi, Verdizadə müasirlərinin xatirəsində. İndi bax, bunun bir hissəsində aid olan bir hissəsi var, istəyirəm bunu oxuyam. O, savadlı tələbələrinin kimliyindən asılı olmağı irəli çəkildi. Yadımdadır, mənim həyat yoldaşım Tahir Dalaşoğlu Əlizadə mötərizədə yazıb, bizim qohum idi. Tələbə vaxtı əla qiymətlərlə oxumuş və fərqlənmə diplomu ilə institutu bitirmişdir. Onun oxuduğu dövrdə adlı təqaüd, Lenin təqaüdü, adlı təqaüd söhbəti ortaya düşdükdə, baxmayaraq ki, müəllimlərdən bir həmin təqaüdün Tahirə verilməsinin tərəfdarı olmuşdur. Atamın fikrincə, əlaki tələbələr içərisində Əlbəndov daha layiqli idi və adlı təqaüdün ona verilməsini məqsədə uyğun hesab edir. Mən 1963-cü ildə bu institutu bitirdim. Mənim təyinatımı verdilər Kəlbəcər rayonuna. Yəni, tələbə müddətində Kəlbəcər rayonunun demək, rəhbərliyinə, Maarif şöbəsinə mənim demək, nailiyyətlərim bəllidir. Ona görə təyinatla Kəlbəcərə getdikdə Kəlbəcər Maarif şöbəsi pedaqoji stajım olmadan, yəni ümumi qayda belədir ki, ən azı direktor olmaq üçün 3 illik pedaqoji staj olmalıdır. Yəni, pedaqoji stajım olmadan məni öz kəndimizdə məktəb direktoru təyin etdilər. Mən bir ildən biraz artıq məktəbdə işlədim və o dövrdə məktəbə kiçik kəndlərdən tələbələr, şagirdlər gəlirdi. Bu kiçik kəndlərdə ibtidai sinif tutardıqdan sonra bizim kəndə gəlirdilər. Lakin elə kənd vardı ki, oradan uşaqların gəlməyi, şagirdlərin gəlməyi üçün çox gəlinir. Xüsusən də qış şəraitində. Belə kəndlərdən biri Hopurlu kəndi idi. Və mən bu məsələni, bu çətinliyi aradan qaldırmaq üçün Maarif şöbəsində məsələ qaldırdım. Məktəbin bir neçə sinifini internet elədim və həmin tələbələri orada qalması şərti ilə demək, məktəbə cəlb elədim. Aspiranturaya girmək həvəsim olsa da, müəyyən məsələlər məni bundan çəkindirirdi. Bunun səbəbi atamın yaşlı olması, anamın 3-cü kursda dünyasının dəyişməsi idi. Və fikirləşirdim, mən getsəm, bu atama kim baxacaqdı, anam da yoxdur, rəhmətə gedibdir. Amma atam müdrik adamıdır, kənddə bacım olurdu, rayonda bacım, qardaşım. Onlar təkid edilər ki, bu cür oxumuşsan, sən bunu davam elət. Eyni zamanda Kəlbəcər İctimaiyyəti, Maarif şöbəsi, məni tanıyanlar mənə bunu davam etdirməyi məsləhət bildirir. Beləliklə, mən qərara gəldim ki, aspirantura üçün daxil olmağa razılığımı verdim. İndi bunu daxil olmaq üçün mütləq elan olmalıdır. Mən bu elanla əlaqədar və günlərin bir günü Bakınski Rabovçi qəzetində, Bakı Fayləsi qəzetində elana rast gəldim. Elanda Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvü Fizika İnstitutunun aspiranturaya elan verilmişdi. O yerlərdən biri analitik kimya üzrə bir yer ayrılmışdı vakansiya. Mən işlərimi poçt vasitəsilə akademiyanın ünvanına göndərdim, həmin universitetin, institutun ünvanına göndərdim. İnstitutun həyatında məndən bir kurs sonra qutaran bir tələbə yoldaşıma rast gəldim. Görüşdük, yataqxanada da bir yerdə qalırdıq. Əlaçı oxuyan tələbələrdən biri idi. Dedim ki, bəs iş vermişəm, burada analitik kimyadan yer verirlər. Dedi, bax, ələmdə, bəs mən də ora iş vermişəm. Dedi, o iş verdiyim Analitik Kimya Laboratoriyanın müdürü Profesör İskəndər Babanlı Dövlət İmtahan Komissiyasının sədri idi. Mən cavab verəndə mənim cavablarım onu xoşuna gəldiyinə görə və savadımı bəyəndiyinə görə dedi, oğul, gələrsən, sənin üçün bir yer ayıracağım, təqdimat yazıb alacağım, səni aspirant götürüb. Və ona görə də mən bu işi vermişəm. Düzdür ki, mən bunu deyəndən sonra mən dedim ki, siz heç narahat olmayın.
Yəqin siz də keçərsiniz. Da mən gedim orada işi götürmək düz gəlmir. İmtahanda iştirak ederim, yəqin siz keçərsiniz. Sözü qısası imtahan başladı. İmtahan institutun direktorunun otağında gedirdi. Allah rəhmət etsin, Heydər Əfəndi onun direktorudur. Böyük bir komissiya idi. Adlı sanlı alimlər bu otaqda demək imtahan götürdülər. Və biz də o direktorun qəbul otağında növbəmiz görüldü. Sözün qısası mən növbəm gələndə mən girdim, cavab verdim. Cavablarımı da yaxşı verdim, özümü də qane elədim. Mənə əlavə suallar verdilər. Amma indi mən özümdə belə duydum ki, bu da həmin o İsfəndiyar Bağbanlı hansı ki, o tələbəyə söz verir, o da komissiyanın üzvüdür, o da onlar bir yerdə işləyirlər. Və bunlar hamısı yəqin ki, onu müdafiə eləyəcəklər. Biz cavablarımızı gözləyirdik. Bu zaman şəhərdən bir bəstə boylu adam çıxdı. Əl verdi, məndən görüşdü, dedi, təbrik edirəm. Tanıyanlar dedi ki, bu Xudu Məmmədovdur. Xudu Məmmədovdur. Mən bildim ki, bu imtahandan mən 5 almışam. Və nəticə itibarilə mən qəbul oldum. İsfəndiyar Bağbanlının hansı ki söz vermişdi, o alınmadı. Və məndən sonra İsfəndiyar Bağbanlı əlavə bir təqdimat akademiyanın prezidentinə yazaraq ona da yer aldı. Və də ikimiz də qəbul olduq. Və beləliklə aspiranturanı deməli daxil oldum, elmi işə başladım. Mən indi onu demək istəyirəm ki, tələbə vaxtı elmi iş apardığıma görə və bu tədqiqatın sirlərini öyrəndiyimə görə aspirantur dövründə mən rəhbərimlə nədən başlayıb, hardan başlayıb, hardan qurtarmağı mən bir dəfə də soruşmadım. Çünki bu analitik kimyada mən bir xeyli müddət, ikinci kursdan axırıncı kurslara elmi iş aparmışdım. Tədqiqatın aparılması qaydasını, ondan sonra onun necə yekunlaşdırmağı bilirdim. Və nəticə etibarilə 68-ci ilin may ayında mən müdafiə elədim. Mən burada indi bir həyatımda olan bir məqamı sizə demək istəyirəm. Mənim bu Xudu Məmmədov cavabından xoşu gəldiyinə görə mənlə görüşəndə həmişə mənlə maraqlanırdı. Bir gün məni çağırdı ki, dedi, sən gəl bu institutun seminarında iştirak elə. Orada da institut seminarlarında əsasən adlı sanlı alimlərimiz iştirak edirdi. Özü də fizika institutu ilə birgə aparılırdı. Və o dövr üçün çətin bir kvant mexanikası əsasında izah olunan kompleks birləşmələrin quruş kimyasına aid bir mövzu seçdik. O dövrdə də demək kvant kimyası, daha doğrusu kvant mexanikasının prinsipləri kimyaya təzə-təzə daxil olmağa başlayırdı və çox alimlərin, insanların bu barədə az vərdişi. Amma Xudu müəllim bu sayədə tanınmış alim idi. Nəsə bu mövzunu götürdük, mən hazırlaşdım və bunu məruz elədim. Çox bəyəndilər. Çıxandan sonra Xudu müəllim dedi ki, Ələmdar, işin yoxdur ki, dedim, uşaq bağçadadır, onu götürməliyik. Mən onu da qeyd edeyim ki, oxuduğum dövrdə aspirantiyada artıq ailə qurmuşdum. Öz oxuduğum, 5 il bir yerdə oxudum, tələbə yoldaşımla ailə qurmuşdum. Və 2 dənə övladım da deməli dünyaya gəlmişdi. Dedim, uşaq bağçası, dedi, uşaq bağçasını götür, mən səni. Nə dedim, nə işdi demədi, dedi, sonra bilərsən. Sözün qısası, institutun direktorun oğlunun maşını ilə, özünün bir iş yoldaşı ilə və mən getdik, çıxdıq Köhnə İnturist meyxanasının restoranına. Restoranda Xudu müəllim bir qonaqlıq verdi, dedi, bax, indi deyim ki, bu qonaqlığı sənin böyünkü cavabına görə mən bu qonaqlığı təşkil etmişim. Xudu müəllim belə bir insan idi, böyük bir şəxsiyyət idi, dünya şöhrətli alim idi və Allah rəhmət eləsin, onun demək adı həmişə bizim Azərbaycan ictimai siyasi xadim idi, qalacaqdır. Və beləliklə mən müdafiə elədim. Müdafiəm platindən olmuşdu. Platinin analitik kimyasına Reyneke duzu bu xromun kompleks birləşməsidir. Reyneke duzunun analitik kimyasına tətbiqi və mən bu platinin deməli gravimetri, titrimetri, fotometri təyin üçün metodlar işlədim. Bu metodlar mövcud olan o dövrdəki metodlar da üstün metodlar idi və bu metodları müxtəlif obyektlərə tətbiq elədim. Platin rodium ərintisinə, nikel mis şlamına, müxtəlif tərkibində platin olan ərintilərə tətbiq edərək
yaxşı nəticələr aldıq. Və o dövrdə mən o vaxt SSR-nin Novosibirskdə SSR Elmlər Akademiyasının Sibir filialı vardı. Orada SSR Elmlər Akademiyasının Sibir filialında Ümumi İttifaq Pratik Qrup Metalları üzrə konferansa dəvət olundu və orada məruzə ilə çıxış elədim. 1968-ci ildə aspiranturanı bitirib müdafiə elədikdən sonra həmin institutda elmi işçi vəzifəsində məni götürdülər. Sonralar mən deməli bu institutdan tədris institutuna keçmək meylinə düşdüm. Günlərin bir günü qəzet yenə də Bakı Raboçuda, o vaxt AZİ-də, bu Azərbaycan Sənaye İnstitutunda analitik kimyadan bir dosent yeri elan vermişdi. Mən işimi ora göndərdim. Xudu müəllim bunu eşidəndə buna etiraz dedi. Ələmdə sən getmə. Xudu müəllim şöbə müdürü idi. Sənin üçün laboratoriya üçün, sənin laboratoriya müdürü seçim. Sən burada uğurların daha çox olar, ki tədris sahəsində. Və düzdür ki, mən Xudu müəllimə izahatımı verdim. Mən ailə qurmuşdum, 2 övladım var idi, evimiz yoxdur. Beləliklə mən keçdim Azərbaycan Sənaye İnstitutuna təhsil əvəzi vəzifəsində işlədim. Mən bir ildən sonra, burada 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun bu filialı açılıb. Mən burada bu filialın olmasını bilmirdim. Bizlə burada bu filialda açılan dövrdə işləyən bir Almaz müəllimə vardı. Almaz müəllim sertant idi, akademiyaya gəlib gəlirdi, mənlə yaxın idi. O, universitetin burada institutun direktoruna təlif verib ki, belə bir müəllim var, mütəxəssis var. Siz onu bura gətirsəniz, burada tədrisin təşkilinə, laboratoriyonun təşkilini rəhbərlik edir. Və o da razılaşıb, mənə bu təlif gəldi. Təlif gələndən sonra çox demək məmnun oldum, çünki ev məsələsi bura gələndə həll olunurdu. Beləliklə, mən 1900, bu açılıbdı 1970-ci sentyabrında, mən bu filiala gəlmişəm 1971-ci ilin sentyabr ayında və qısa müddətdə, 3 ay müddətdə mən 3 otaqlı ev verdi, mənim problemlərim həll oldu. Başladım mən burada işə. İndi bu Politexnik İnstitutunun filialı olduğuna görə, Politexnik İnstitutu kafedra Bakıda yerləşir. Burada ancaq boş siniflər idi. Da o vaxt kafedra adlanırdı, kimya kabinəsi, fizika, bu adda ictimai vəzifələrdir. Mən bu kimya kabinəsinin müdürü vəzifəsini ictimai əsaslarla icra eləməyə başladım. Mənim qarşımda 2 böyük məsələ var. Birinci, tədrisin kimya eksperimental elm olduğuna görə maddi texniki bazası, yəni laboratoriyaların yaradılması məsələsi idi. İkinci isə tədrisin demək, dərs vəsaitlərlə, dərsliklərlə, metodik göstərə təminatı məsələsi idi. Mən həvəslə bu işə qoşuldum. O dövrdə məndən işləyən müəllimlərlə birlikdə birinci laboratoriya təşkil etmək üçün laboratoriya mebelləri olmalı idi. Burada bir fabrik vardı. Mən çertiyojla orada demək, laboratoriya mebelləri hazırlatdıq. Siniflər ayrıldı. Həmin siniflərdə deməli, lazımı reaktivləri əldə etdik, şüşə qabları əldə etdik, lazımı cihazları əldə etdik və bir neçə laboratoriya düzəltdik. Ondan sonra bu laboratoriya düzəltməsi işi davam elədi. Beləliklə tədricən illərlə bu davam elədi. Və daha sonralar xaricdən laboratoriyalar alması məsələsini ortaya qoyduq. Və o dövrdə də filialın pulu istənilən qədər vardı, nə istəsən almaq olurdu. Və bunun nəticəsi olaraq xaricdən Polşa, Çexoslovakiyadan qurulu laboratoriyalar aldıq. Bu laboratoriyalar hər fəndə üçün demək işlənmiş, düzəldilmiş laboratoriyadır. Məsələn, qeyri-üzvü kimya laboratoriyası, analitik kimya laboratoriyası, üzvü kimya laboratoriyaları. Bu laboratoriyaları aldıq. Bu laboratoriyalar quraşdırıldı. Onun qaz xətti, su xətti çəkildi. Ondan sonra solucu şkaflar düzəldildi. O uçucu zəhərli maddələri işləmək üçün solucu şkaflar lazım idi. Beləliklə, biz burada çox zəngin bir laboratoriyalar təşkil etdik. Və Bakıdan bura gələn görkəmli alimlər, akademik Şahtanski, profesör Cümşüd Zülfüqarlı, Xudu Məmmədov, Sadıqzadə Politexnik İnstitutundan gələndə bunlar da mətəl qaldı. Bu laboratoriya çox bəyəndilər. Hətta onların dediklərinə görə həqiqətən də Bakıda bu tərtibdə müasir laboratoriyaların ikinci bir institut yox idi ki, biz bunu filialda təşkil eləmişdik. Demək, o dövrdə dərslik yox idi. Azərbaycan dilində, Azərbaycan müəlliflərinin yazdığı bir dənə də dərslik yox idi.
Ancaq rus dərsindən Nekrasovun, bir də Sturgatsinin demək kitabları tərcümə şəklində vardı. Onların hərəsindən bir nüsxə belə çox çətinlik. Laboratoriya praktikum çatmırdı. Mən bu işə də deməli mənim olan bilik səviyyəm imkan verirdi ki, mən bu işləri boynuma götürəm, həll edeyim. Ona görə də mən metodik göstərişlər, dərs vəsaiti, ondan sonra dərslər yazmağı özümün qarşıma məqsəd qoydum. Kimyanın fundamental nəzəri məsələlərindən atomun quruluşu və kimyəvi rabitə dərs vəsaitini yazdım. Bu dərs vəsait elmi şuradan keçdi, nazirliyə göndərildi və nazirin qrifi ilə çıxdı. Burada da məsələn nazirin qrifi var. Ondan sonra kimyanın yenə də fundamental məsələlərindən biri kimyəvi termodinamika və kinetikin əsasları dərs vəsaitini yazdım. Bu da nazirliyin qrifi ilə çıxan kitabdır. Sonra praktikum yazdım. Ümumi və qeyri-praktikumu. Bu, hal-hazıra kimi demək bizim bütün müəllimlər tarixi bir 40 ildən çoxdur ki, bu kitabdan istifadə olunur və indi də bu proses davam edilir. Sonra üzvü kimyadan praktikum yazıldı. Beləliklə, kimya dərsləri, laborator dərslərini keçmək üçün lazımi praktikumları yazdım. Daha sonra analizin fiziki kimyəvi metodları, analitik kimyanın demək bölmələrindən biridir. Bu dərs vəsaitini yazdım. Ondan sonra ətraf mühit və ekoloji vəziyyət, atmosfer və ekologiya kimi müxtəlif deməli vəsaitlər də yazmışam. Eyni zamanda abituriyentlər üçün metodik vəsaitlər, abituriyentlər üçün, hazırlıq kursu üçün, qəbul tələbələr üçün metodik göstər yazmağa başladım. Bundan sonra mənim qarşımda duran ən mühüm məsələ dərslik məsələsi idi. İlk yazdığım dərslik, bax bu fundamental dərslik, analitik kimya dərsliyi. Bu dərslik, deməli, Respublikada ilk dəfə, yəni analitik kimya sahəsində, Respublikada yazılmış ilk dərslikdir. İri həcmli fundamental dərslikdir. Bu kitab elm nəşriyyat tərəfindən 500 eksemplярdan çıxıbdır. Demək, nəşriyyat tərəfindən Milli Kütüphane, Axundovadan Milli Kütüphaneye, Prezident Aparatının kütüphanasına, Elmlər Akademiyasının kütüphanasına göndərilibdir və bundan əlavə, deməli, bütün ali məktəblərə, bax, burada Gəncə Dövlət Universiteti, demək, Azərbaycan Aqrar Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Daxçıvan Dövlət, deməli, Respublikanın kimya tədris olan bütün universitetlərində əsas fən kimi və sillabsa daxil olan bir fundamental əsərdir. Analitik kimyanı bütün bölmələri özündə şərh edir. Və mən o pedaqoji fəaliyyətimin böyük bir hissəsini, çox bir əziyyətli hissəsini, mən buna illərlə vaxtımı sərf eləmişim bir adam. Bu qutarından sonra ikinci kitabı yazmışım. Bax, bu kitab ümumi kimya kitabıdır. Bu da elm nəşriyyatından dediyim kimi qrifindən çıxmış kitabdır. Bu da demək Təhsil Nazirliyinin əmri var. Bütün mərhələlərdən keçəndən sonra çıxıb 600-dən yuxarı səhifədə olan kitab. Azərbaycanda bax bizim burada olan Gəncə universitetləri daxil olmaqla Respublikanın bütün ali məktəblərində bu dərslik kimi geniş tətbiqini tapıb. Üçüncü dərsliyi yenə 600 səhifədən yuxarı olan elm nəşriyyat tərəfindən çap olunmuş dərslikdir, ümumi və qeyri-üzvü kimya adlanır. Burada həm ümumi kimya, həm qeyri-üzvü kimya demək cəmləşmişdir. Bu da bayaq dediyim kimi institutlarda, hər yerdə, kütüpxanalarda, Prezident Aparatı Kütüphanasında, Milli Elmlər Akademiyası və institutların hamısında demək bu kitablar demək öz tətbiqini tapır. Sonuncu bu kitab adlanır Analitik kimya və instrumental analiz. Bakalavr pilləsində bir sıra ixtisaslar da keçilən fənlərin adı analitik kimyadan. Demək, analitik kimya və instrumental analiz. Məsələn, bizdə ekologiya ixtisasında belə bir fən keçilir. Analitik kimya və instrumental analiz. Mən bu kitabda demək, analizin bütün bölmələrini, analitik kimyanın bütün bölmələrini cəmləmişəm. Bura analitik kimyanın demək, klassik metodları, analitik kimyanın fiziki metodları və analitik kimyanın
fiziki kimyəvi metodları daxildir. 550 səhifədən ibarətdir. Bu yaxınlarda demək təzəliklə çapdan çıxıbdır. Və mən bu kitabı universitetimizin, burada yazmışam, Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyinə həsr olunur. Sonra yadımdan çıxdı, bax bu kitab, Ümumi Kimya kitabı, demək, o vaxt institut adlanırdı, o institutun 30 illiyinə həsr eləmişəm və burada da göstərilir. Mən uzun müddət, demək, bu kafedraya əvvəla ictimai əsasla kafedra olmuş, rəhbərlik eləmişəm. Sonra kafedra yaranıbdır. Uzun müddət mən kafedra müdiri olmuşam. Bu yaxınlara qədər. İndi artıq yaşımla əlaqədar kafedranın professor vəzifəsində daşıyıram. Mən həm vəzifə daşımışam, həm də bir müəllim kimi tələbələr dərsəm. Mənim adlı sanlı tələbələrim deməli olubdur. O tələbələrlə mən indi əlaqə saxlayıram. Yəni, universitetdə yüksək ixtisaslı kadr adında mənim xüsusi xidmətlərim var. Bax, o kadrların bir hissəsi mənlə çiyin-çiyinə işləyir. Bax, burada Hümmətov Yusuf kafedra müdiridir, elmlər doktorudur, professordur, tələbəm olubdur. Füzuli Məmmədov elmlər doktoru, professordur, tələbəm olubdur. Sonra Vüqar Mikailov adlı sanlı şərəfçidir, elmlər doktoru, professordur, ona dərs demişəm. Tofiq Mirzəyev, deməli, tələbəm olubdur, deməli, indi məndən çiyin-çiyinə işləyir. Mərdan Tağıyev tələbəm olub, məndən işləyir. Dərs ediyim tələbələrdən bir yüksək vəzifələr, icra başçı olanlar var. Şərab zavodlarının direktoruna, müdirlərinə, əsərətinə tələbəm olubdur. Və beləliklə bu tələbə hazırlığında, yüksək kadr hazırlığında mənim müəllim kimi fəaliyyətim. Kafedra müdiri kimidir, üzərimə düşən bir çox vəzifələri yerinə yetirmişim. Bunlardan biri, deməli, təsərrüfat hesablı istehsalatla əlaqəli işlərdir. Demək, o filial dövründə biz bir təsərrüfat hesablı iş açdıq. Burada Gil Torpaq zavodunda demək, emal zamanı, texnoloji proses zamanı küllü miqdarda tullantı alınırdı. Bu tullantı ətraf mühitin çiğlənməsində xüsusi demək, ziyanlı bir tullantılar idi, bir tullantı kimi. Bu tullantılarda inşaat materiallarının alınması, ondan sonra üzüm dirəklərinin, armaturlu üzüm dirəklərinin hazırlanmasını məsələsini qoyduq və buna da nail olduq. Bu problem laboratoriyanın müddət qutarandan sonra ikinci bir demək, təsərrüfat hesablı laboratoriyanın açmasına nail oldum. Mən bunu deməli, mahiyyətini Telman müəllim, o vaxt Məlikov, professor Məlikov hörmətli Telman müəllim direktorudur. Məruzə elədim, razılaşdım, təqdimat yazdım. Belə işləri ayrıca bir laboratoriya, tədqiqat laboratoriyasında aparırdı. Deməli, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə adlı bir mövzu qoyduq. Bunu Telman müəllim də bəyəndi, nazirliyə məktub göndərildi, bu açıldı və bu açılandan sonra bu da məqsəd deməli, Gəncənin ətrafında meşə örtüyü var, ondan sonra daş gəlsən sonra gedəməz, bunlar alt kəmənlərin örtüyü. Bunlarda çoxlu dərman bitkilər, təbabətdə, xalq təbabətdə bitkilər var. Biz bu gilə meyvələrdən, ondan sonra bu dərman bitkilərinin ekstraktının alması ilə məşğul olduq. Mən bu işi demək, həvalə elədim bu laboratoriya müdiri kimi təqdimatımla Əli müəllimi bu laboratoriya müdir qoyduq. Əli müəllimlər də bizim deməli, hal-hazırda məndən çalışır. O da institut ağsaqqallarından biridir, təcrübəli müəllimdir və o sahədə də bunun təcrübəsi vardır. Kafedra müdiri kimi, bir müəllim kimi mənim üzərimə düşən vəzifələrdir. Mən onları öz vicdanım daxilində, ondan sonra elmi pedaqoji təcrübəm, mənə verdiyi imkanlar daxilində yüksək dərəcədə yerinə yetirmişəm. Çünki mən elmi sənətimi çox sevən adamam, özüm işləməyi çox sevən adam. Bu kitablar indi yazmaq bu qədər, nə qədər əmək sərf edir. Mən bunu yazdıqca, mən bunları zövqlə yazmışam, əziyyət çəkmədən yazmışam. Və mən bu, deməli, müəllimlik, rəhbərçilik fəaliyyətimlə yanaşı institutda böyük komissiyələrin sədri olmuşam. Yəni, institutun, universitetin ictimai siyasi həyatında aktiv iştirak etmişəm. Məsələn, 3 böyük komissiya sədrliyi eləmişəm. Universitetin elmi şurası nəzdində elm tədris komissiyasının sədri olmuşam bir neçə il. Sonra universitetin keyfiyyət komissiyasının sədri olmuşam bir neçə il. Ondan sonra bir də bir müddət kafedra müdürü, dekan vəzifələri
ayrı bir təlimatla götürülürdü. İndi o təlimat dəyişilib, yeniləşib, ayrı təlimatla götürülür. Yəni, o vəzifələri tutmaq üçün komissiya vardı, o komissiyanın sədri olmuşam. Demək, elmi fəaliyyətimin nəticəsi, elmi pedaqoji 200-dən artıq, deməli, məqalələrdə, ondan sonra konferans materiallarında, yəni sayı etibarilə bu qədər məşhur olmuş. Gənclərimiz bizim sabahımızdır. Demək, törəmə, inkişaf, məhv olma bu təbiətin qanunudur. İndi mən müəllim kimi yaşlaşmışam. Ömrün çoxu gedib, azı qalır. Bizim yerlərimiz tutmalıdır, gənclərimiz tutmalıdır. Dövlətin gələcəyi də təhsildən keçir. Təhsildən, əgər biz bu təhsilə gənclərimiz nə qədər çox nail olarsa, nə qədər uğurlu olarsa, dövlətin gələcəyi də o qədər uğurlu olar. Və mən gənclərimizə onu arzulayıram ki, bu gənclərimiz öz gələcəyini, əvvəla hər bir gənc öz gələcəyini nəzərdə tutmalıdır. Məsələn, mən həyatımı danışdım. Əvvəla mənim bu zəhmətim, müharibə, böyük vətən müharibəsi, Kəlbəcərdə o ağır şəraitdə yaşayan bir, deməli, uşağın gəlib o vəziyyətə çıxmasında mən qabağıma məqsəd qoyub, bu məqsəd uğrunda getmişəm. Çalışmışam, Allah Teala da qabiliyyət veribdi, mən çəki özümü gətirmişdim. Mənim planlarım institutun gələcəyi naminə bir təcrübəli müəllim kimi, bir ağsaqqal kimi əlimdən sahə müdürə, ixtisasımda nə gəlirsə onu eləmək. İndi çox yaxşı haldır ki, Yaşar müəllim işlədiyi dövrdə, hörmətli Yaşar müəllim, rektorumuz kimi çox gözəl bir iş mühiti yaradıbdır. Biz kollektivdə, necə sözün əsl mənasında bir səmimiyyət var. Şəffaflıq var. Bilirsiniz, o yerdəki şəffaflıq var. Birinci, bax, o şəffaflıq imkan verir ki, məsələn, tələbəyə, necə deyərlər, tələbə bunu hiss edəndə ruhlanır. Yaşar müəllimin qoyduğu mühit bizi çox qane edir və ona görə də Yaşar müəllimə böyük minnətdarlığımı bilirəm. Onun o universitetimin gələcəyi üçün ona birinci can sağlığı və işlərində böyük uğurlar arzulayıram. Və Yaşar müəllimin xüsusiyyətlərindən biri ağsaqqallara ona hörmətdir. Yaşar müəllim gəldiyi dövrdən, biraz keçəndən sonra biz ağsaqqalları yığdı. Yaşı 80-dən yuxarı olan ağsaqqalları qəbul elədi. Bizim fikirlərimizi dinlədi, qayğılarımızdan maraqlandı, çətinliklərimizdən, hər biri. Və bu bizə böyük ruh verdi. Bilirsiniz, indi bir ailənin atası olursan, insan yaşlaşır, qocalır. İndi qocalanda deyən ki, bu atam qocadır, səni necə deyərlər, əvvəlki ata kimi istəmirəm. Yaşar müəllimin, yaşlı nəsilə elədiyi qayğı. Deməli, o çox böyük bizə ruh verdi, bizi ayrıca deməli, qəbul elədi, dinlədi və arzularım bu institutun gələcəyini yaxşı görmək. Arzularım kollektivdə olan bu iş mühitinin daim belə davam eləməsinə, arzularım Yaşar müəllimə dediyim kimi böyük qarşıda duran bu vəzifədə, şərəfli vəzifədə uğurla arzulamaqdır. Arzularım budur ki, gənclərimizi düzgün yola salaq, mən də əldə etdiyim bilik, bacarığımı deməli, gənclərə verim. Bəxtiyar Vahabzadənin bir şeirini deyəcəm. Deyir, ömrün faiz vaxtı sıxdı əlimi. Yoxsa qocalıram mən yavaş-yavaş. Paizdə yarpağa dən düşən kimi düşür saçlarıma xal yavaş-yavaş. Ağaçlar soyunur, yer xəzəllənir. Fikir dumanlanır, gözlər zillənir. Güllərin üstünə enən tək enir, mənim gözlərimə çən yavaş-yavaş. Saralır get-gedə köl, kəmən, çayır. Könül hər saatı ömürdən sayır. Bir söz göylərdən, hey pısıldar, bəxtiyar göylərdən yen yavaş-yavaş.